Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyru nasirin və mu'in. Əziz müminlər, biz ibadət haqqında danışırdıq ki, nə üçün bəzən insan ibadətə həvəssiz yanaşır, ibadət etmək istəmir, ya süstlük göstərir, laqeydlik göstərir ibadətə qarşı. Bunun neçə səbəbini biz oxuduq. Birincisi, valideynlərin təqsiri idi. İkincisi, fəqirlik idi. Üçüncüsü isə nadanlıq, cahillik. İnsan nadanlıq üzündən, cahillik üzündən ibadətə həvəssiz yanaşır. Əgər nadan olmasa, ibadətin dəyərini bilsə, deyilən əməllərin nə kimi dəyərə malik olduğunu bilsə, nə kimi təsirə malik olduğunu bilsə, o heç vaxt o əməldən ayrılmaz, o əmələ həvəssiz yanaşmaz, səhlənkarlıq eləməz. Biri bilsə ki, mən hündürlükdən tullansam, əzilərəm, yıxılaram, ölərəm, o heç vaxt tullanmaz. Bilsə ki, naqildən elektrik cərəyanı axır, heç vaxt naqilə əl vurmaz. Çünki bilir, nadan deyil, cahil deyil. Amma bilməsə əl vurar və fəlakətlər başına gələr. İnsan ibadətin mənasını bilsə, onun dəyərini bilsə, onun təsirini bilsə, heç vaxt ona süstlük eləməz. Həzrəti Əli əleyhissalam buyurur: "Əl-hirsu və-şirrətu vəl-buxlu nəticətul cəhl." İnsan bəzən həris olur, bəzən doymur, bəzən paxıl olur. Deyir, bunlar hamısı cahilliyin nəticəsidir, nadanlığın nəticəsidir. Kəfə bil-mər'i cəhlən ən yərtəqibə mə nuhiyyə anhu. Deyir, insanın cahil olmasına elə bu yetər ki, o getsin, ona qadağan olunmuş şeyi yerinə yetirsin, mürtəkib olsun, günah eləsin. Həmən adam cahildir. İnsan nədə cahillik göstərir? Cahilliyin nəyi müqabilində cahildir? Bir, Allahın əzəmətinin müqabilində. Əgər bir insan Allahın əzəmətini dərk eləməsə, bu barədə nadan olsa, təbii ki, Allaha ibadət etməkdə də süstlük eləyər, laqeydlik eləyər. Allah Teala Həzreti Musa Peyğəmbərə buyurur ki, ey Musa, ya Musa, ləv tə'ləm mən tunaci mə səimtə. Əgər bilsən ki, kiminlə danışırsan, heç vaxt bezməzsən, yorulmazsan. İnsan bilsə ki, o elə bir əzəmət sahibi ilə danışır ki, onun əzəmətini vəsf eləmək mümkün deyil, onun qüdrətini vəsf eləmək mümkün deyil. Onun yaratdıqlarını insan oxuyanda, insan görəndə onun əzəmətini dərk eləyər. İnsan bir səmaya baxanda onun əzəmətini dərk eləyər. Göy aləminə baxanda əzəmətini dərk eləyir. Həzrəti İmam Zeynül Abidin əleyhissalama sual verdilər ki, Yəbnə Rasulillah, nə üçün Allah öz Peyğəmbərini Mi'raca apardı, yerdə onunla danışa bilmirdi? Axı yerdə danışırdı onunla. Nə lüzum var idi ki, onu apardı göy aləminə, Mi'raca, orada onunla danışdı. Deyir, ona görə ki, Allah öz yaratdıqlarının qəribəliklərini Peyğəmbərə göstərdi. Öz ayələrinin əzəmətini Peyğəmbərə göstərdi ki, Peyğəmbər gözü ilə görsün o əzəməti. Xaliqin əzəmətini insan başa düşsə, Xaliqlə danışmaqda, ibadətdə süstlük eləməz, biganə olmaz.
Həzrəti Əli əleyhissalam təqvalıları vəsf eləyərkən buyurur ki, "Azumal xaliqu fi anfusihim və səğura ma dun zalika fi a'yunihim." Xaliq, yaradan onların qəlbində, onların daxilində çox əzəmətə malikdir. Onlar Xaliqi əzəmət sahibi bilirlər. Ondan başqa nə varsa onların gözlərində kiçilib. Yalnız Xaliqi əzəmət sahibi bilirlər. Bir bu. Ondan sonra Allahın nemətləri barəsində cahil olmaq. İnsan bir dəfə baxsın, görsün ki, onun nemət sahibi kimdir? Kim onu yaradıb? Kim ona ağıl verib, göz verib, qulaq verib, burun verib, qaş verib, kiprik verib, saç verib, dodaq verib, dil verib, diş verib, boğaz verib, səs verib, əl verib, ayaq verib, barmaq, dırnaq və s. nə istəyirsən say. Bu nemətləri kim verib? Allah Teala Həzrəti Davud Peyğəmbərə buyurur, "Ya Davud, əhbibni və habbibni ilə xalqi." Sən məni sev və məni məxluqata sevdir, insanlara sevdir. Davud Peyğəmbər buyurdu, "İlahi, bəli, mən səni sevirəm, amma necə səni insanlara sevdirim?" Buyurdu, "Sən mənim nemətlərimi onlara xatırla. Onlar bilsələr ki, bu neməti mən vermişəm onlara, onlar məni sevəcəklər." İnsan Allahın nemətləri barəsində cahil olsa, nadan olsa, ibadətində süstlük eləyər. Cahillik bir də insanın özü barəsindədir. İnsan elə bilir güclüdür, amma zəifdir. Öz zəifliyini bilmir, yaddan çıxarıb. İnsan bilsə ki, hər addım başı onun həyatı dəyişə bilər. Hər addım başı onun başına min cür fəlakət gələ bilər. Bir hadisə nəticəsində huşunu itirə bilər. Ta iləl əbəd, ölənə qədər ağılsız yaşaya bilər. Bir hadisə, bir zərbə nəticəsində gözlərini itirə bilər, qulağını itirə bilər, eşitməsini, görməsini itirə bilər. Dili kəsilə bilər, boynu üzülə bilər. Bel fəqərəsi, hansı fəqərə əzildi, o sinirlər əzildi, ondan aşağı işləməz. Bu qədər dərəcədə zəifdir insan. Amma insan bundan nadandır. İnsan unudur bunu. Biz kimik? Nə qədər güclüyük? Heç nə qədər. Nə qədər güclü olsan da zəifsən. Ya eyyuhal insan, mə qarraka bi rabbikəl kərim. Allah Teala sual verir insana. Ey insan, səni Allaha məğrur eləyən nədir? Nəyə görə Allahın qarşısında təkəbbürlüsən? Bax, insan nadanlıq nəticəsində Allaha ibadətə biganə olur, süstlük yaradır, göstərir. Allah Teala'nın and verək onun böyüklüyünə xatir, bizləri nadanlardan, cahillərdən qərar verməsin inşallah. Allah Teala ibadətin şövqünü bizlərə nəsib eləsin. Öz zikrinin şirinliyini bizlərə daddırsın inşallah. Allah Teala bu ayın feyzindən, rəhmətindən, bərəkətindən, məğfirətindən bizləri binəsib eləməsin inşallah. Esselamu aleykum və rəhmətullah.